Birləşmiş Ştatlar prezidenti Donald Trump Venezuela paytaxtı Karakasda keçirilən hərbi əməliyyatdan və Nikolas Maduro'nun saxlanılmasından sonra görünən odur ki, bu prosesi davam etdirmək istəyir və bu prosesin həyata keçirilməyəcəyini istisna etməyib. Belə ki, ötən gün, bir neçə saat bundan öncə, daha dəqiq desəm, Floridadan Vaşinqtona qayıdarkən jurnalistlərə bir sıra maraqlı açıqlamalar verib və növbəti əməliyyatın Kolumbiyada keçiriləcəyi ehtimalı var hazırda. Anonsunu verib necə? Bəli, anonsunu verib Donald Trump. Jurnalistlər bununla bağlı bir sıra suallar veriblər ona. Ümumiyyətlə, Venezuelanı bu vaxta qədər, istər bundan əvvəl, istərsə də indiki açıqlamasında Donald Trump xəstə qonşu adlandırıb və Kolumbiya münasibətdə də eyni ifadələrdən, oxşar ifadələrdən istifadə edib bu açıqlamasında və bildirib ki, hazırda Kolumbiyanı xəstə bir şəxs idarə eləyir və bu rəhbər kokain istehsal eləyir ölkəsində və bu kokaini Birləşmiş Ştatlara satır. Məhz bu səbəbdən istisna edilmir ki, Birləşmiş Ştatlar yaxın gələcəkdə oxşar əməliyyatı orada da keçirsin. Jurnalistlər sual veriblər ki, belə bir proses ümumiyyətlə mümkündürmü? Donald Trump cavabında deyib ki, əslində bu fikir çox da pis səslənmir. Venezuela əməliyyatından sonra Donald Trump'ı kəskin şəkildə tənqid edən ölkələrdən biri Kuba idi, Latin Amerika ölkəsindən biri. Hətta Kuba rəsmiləri bildirmişdilər ki, qardaş Venezuela xalqına görə Kuba özü qan tökməyə belə hazırdır. Bu dərəcədə irəli getmişdilər. Bu səbəbdən jurnalistlərin bir sıra sualları həm də Kuba ilə bağlı idi. Donald Trump isə açıqlamasında bildirib ki, Kubaya qarşı əməliyyatın keçirilməsi bəlkə də lazım deyil. Çünki Kuba özü çöküşə çox yaxındır, süquta çox yaxındır. Çünki bundan öncəki dövrlərdə Kuba əsas maliyyəsini Venezuela neftindən əldə edirdi. İndi isə Kubanın maliyyə vəsaiti əldə edəcəyi hər hansısa mənbə qalmayıb və məhz bu səbəbdən Kubanın süqutu yaxındır hesab eləyir Donald Trump. Ümumiyyətlə, Karakasda keçirilən əməliyyatdan sonra, Nikolas Maduro'nun ələ keçirilməsindən sonra Birləşmiş Ştatlar tərəfindən dünyanın bir sıra nöqtələrindən müxtəlif açıqlamalar gəldi. Biz Avropadan müxtəlif açıqlamaları gördük, yaxın şərqdən, uzaq şərqdən. Qeyd eləmək istəyirəm ki, deməli, Fransanın Xarici İşlər Naziri kəskin şəkildə tənqid etdi Vaşinqtonun bu hərəkətini və bildirdi ki, Xarici İşlər Naziri Jean-Noel Barrot Venezueladakı əməliyyatı beynəlxalq hüququn pozulması kimi qiymətləndirdi və nazirin açıqlamasına görə xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr tərəfindən həyata keçirilən bu kimi addımlar gələcəkdə deməli qlobal təhlükəsizlik üçün ciddi problemlər yarada bilər. Çünki BMT Təhlükəsizlik Şurasında üzv olan ölkələr ilkin olaraq beynəlxalq hüquqa hörmət etməlidirlər, düşünür Fransalı nazir. Bu beynəlxalq hüquq məsələsi ümumiyyətlə çox bu hadisələrin fonunda biz diqqət yetiririk məsələlərə. Maduro'nun belə deyək, həbs olunaraq Amerika Birləşmiş Ştatlarına gətirilməyi həmin ölkənin, yəni Venezuelanın vitse-prezidenti Delcy Rodriguez səhv eləmirəmsə, o da həmçinin qınamışdı və dərhal həm Maduro'nun həm xanımının azad olunmalı olduğunu demişdi və altını xüsusilə qalın xətlə belə deyək cızdığı məsələ isə beynəlxalq hüququn pozulduğu məsələsi idi. Artıq iki qütb görürük. Bir qütb iddia edir ki, indi bu mediada yazılanlardır ki, burada beynəlxalq hüquq kobud şəkildə pozulub, bir ölkənin suveren belə deyək prezidentinə qarşı belə bir akt həyata keçirilib. Digər tərəfdən bəziləri isə iddia edir ki, Nikolas Maduro uzun illər idi ölkəni qorxu içində, yaxşı yaşamırdı orada xalq və diktatura ilə məşğul idi. O xalq da onu istəmirdi. Belə iddia edənlər də var idi və bunun çöküşünə sevinənlər də var. Yəni iki qütbə bölünüb hazırda dünyada belə deyək fikirlər, rəylər. Və qeyd eləmək istəyirəm ki, Firuz, bu ikinci qütb siyasında olan ölkələrdən biri də Birləşmiş Krallıqdır. Kir Starmerin bununla bağlı bəyanatı var ölkənin baş nazirinin və bu da onunla bağlıdır ki, bir sıra ölkələr, elə içində Birləşmiş Krallıqda olan ölkələr hesab eləyirlər ki, sonuncu prezident seçkilərini Nikolas Maduro saxtalaşdırmışdı və Nikolas Maduro'nu Venezuelada prezidentliyini qəbul etmirdilər. Hesab eləyirdilər ki, onun prezidentliyi legitim hesab olunmur. Məhz bu səbəbdən sevinirlər. Sevinənlərdən biri də İsrailin baş naziri Benjamin Netanyahu'dur və bu prosesdən sonra Donald Trump'a rəsmi Vaşinqtona birbaşa dəstəyini ifadə elədi və bildirdi ki, artıq bundan sonraki mərhələdə İsrail də Venezueladakı şirkətlərlə əməkdaşlıq
eləyə bilər və ümumilikdə qeyd elədi ki, sözgedən proses Latin Amerikasında ölkələrin ABŞ-la yaxınlaşması və İsrail əlaqələrin bərpa edilməsi üçün yaxşı fürsətlərdən biridir. Bu hadisələr, bu tip hadisələr mən belə düşünürəm ki, dünyanın hansı qütblərə bölündüyünü bir daha əyani formada göstərə bilir. Məsəl üçün, Birləşmiş Krallıq, İsrail, Amerika Birləşmiş Ştatlarının tutaq ki, mövqeyi, bir çox ölkələrin mövqeyi, qınayan hansı ölkələr idi? Xəbərin zamanının birinci saatında da sən qeyd elədin. Rusiya, Çin və digər dövlətlər isə bunu qınayan tərəfdə idi. Həmçinin Kuba və s. Paralel olaraq mən qeyd eləmək istəyirəm ki, konkret şəkildə dəstəkləyən və qınamayan ölkələr də var. Onların neytral olan ölkələrdə təbii ki var. Olan ölkələrdən biri, məsələn, Almaniya kansleri Friedrich Merz açıqlamasında bildirib ki, konkret hazırda mövqe sərgiləmə istəmirlər. Çünki bu ümumiyyətlə mürəkkəb prosesdir və dərindən araşdırılmalıdır ümumiyyətlə. Gedişatı izləyirlər. Amma eyni zamanda Merzin sözlərinə görə beynəlxalq hüquq əsas meyar olaraq qalır bu prosesin qiymətləndirilməsi üçün. İndiki məqamda isə Birləşmiş Ştatlar rəsmiləri... Çünki bu çox üzr istəyirəm, mənfi presedent həm də yaratmış ola bilər. Yəni bu beynəlxalq hüququn istənilən halda pozulması faktı ortadadır belə deyək. Faktı ortadadır, amma digər tərəfdən Avropa ölkələri kimi bəzi ölkələr var ki, Birləşmiş Ştatlara qarşı kəskin açıqlamalar verməkdən çəkinirlər. Çünki Birləşmiş Ştatlarla münasibətləri korlamaqdan çəkinirlər. Bu da əbəs yerə deyil. Çünki bilirsiniz, Birləşmiş Ştatlar eyni zamanda Rusiya-Ukrayna müharibəsinin həllində də fəal aktor olaraq çıxış eləyir. Bu səbəbdən bəlkə də onların addımlarını bu kontekstdə qiymətləndirmək olar. Birləşmiş Ştatlarda isə artıq post-Maduro prosesini dəyərləndirirlər. Xüsusilə ABŞ dövlət katibi Marco Rubio, Ağ Evin administrasiya rəhbərinin müavini Steven Miller və müharibə naziri Pete Hegseth artıq Venezuelanı bundan sonra necə idarə eləmək lazımdır mövzusunu ətraflı şəkildə müzakirə eləyirlər. Bu da bəli, əbəs yerə deyil. Çünki Trumpın ötən günkü açıqlamasından öncə dünyada bir çox analitiklər hesab eləyirlər ki, artıq Venezuelada deməli ölkə prezidenti, artıq keçmiş prezident Maduro devriləndən sonra müxalifət lideri Machado hakimiyyətə gələ bilər, amma Donald Trump onun hakimiyyətə gəlməsini istisna elədi və bildirdi ki, onda liderlik keyfiyyətləri yoxdur və bundan sonraki proseslərdə artıq Birləşmiş Ştatlar... Xanım müxaliflik... Bəli, hətta bir müddət bundan öncə xatırlayırsınızsa Nobel sülh mükafatını alan deməli xanım bildirdi ki, onda liderlik deməli qabiliyyəti yoxdur. Bu səbəbdən istisna edilir həmin Machadonun hakimiyyətə gəlməsi. Bəlkə də, bilmirəm indi nə dərəcədə bu doğrudur. Biraz burada mənim xatırladığım qədərilə mətbuatda da bu barədə yazdırdı. Donald Trumpdan əvvəl, yəni Biden hökumətinin də Machadoya çox böyük simpatiyası var idi. Bəlkə də bunun da rolu var ki, Donald Trump həmin xanıma qarşı biraz daha məsafəlidir. Ümumilikdə biz götürəndə bilirik ki, Venezuela dünyanın neft ehtiyatlarına malik ən zəngin ölkələrindən biridir. Venezuelada, xüsusilə Latin Amerikasında hesab eləyirlər ki, Birləşmiş Ştatların bu əməliyyatı əsas da məhz Venezuelanın enerji resurslarını, neftini ələ keçirməklə bağlıdır. Bu məsələdə fikirlər ayrıdır. Yenə də burada qütbləşmə məsələsi var. Bu cür düşünənlər də var, bu cür düşünməyənlər də var. Bəs hazırda biz bilirik ki, proses baş verdi. Bundan sonra bəs neftin qiymətində hansı dəyişiklik baş verəcək? Dünya neft bazarında biz artım müşahidə edəcək, ucuzlaşma müşahidə olacaq. Bununla bağlı bizim ekspert rəyimiz var. İqtisadçı Eldəniz Əmirovla həmsöhbət olmuşuq. İndi istərdim tamaşaçılarımız ekspertin fikirlərini dinləsin. Hasilat quyuları qənaət bəxş edici vəziyyətdə deyildir. İstismara yararsız vəziyyətdədir. Böyük əksəriyyəti nasoslar, kompresor stansiyaları, ixrac kəmərləri və digər infrastrukturlar bilavasitə bugünün tələblərinə uyğun şəkildə formalaşmamışdır. Bunun da başlıca səbəbi Venezuelanın sanksiyalar məncənəsində olması onların bu sahəyə investisiya yatırmasına imkan verməmişdir. Və hazırki məqamda isə bir il ərzində və yaxud da ki, il yarım ərzində bu tip problemlərin köklü həlli praktik olaraq mümkün deyildir. Yəni, məsələyə bu kontekstdən yanaşanda biz deyə bilərik ki, 2026-cı ildə Venezuela nefti neft bazarlarına kəskin şəkildə
real təsir göstərməyəcəkdir. Təsir olacaqdır. Gözləntilərdən və proqnozlardan dolayı yaranan volatillik şəklində bu öz təsirini göstərəcəkdir. Amma il sonuna qədər Venezuela neftinin bazara çıxması, təklifin artıqlığı fonunda bir ciddi enişlər göstərməyəcəkdir. Enişlər olarsa, bu artıq 2027-dən sonraki dövrə əhatə edə biləcəkdir. Dostlar, bilirsiniz ki, Venezuela məsələsi ilə yanaşı dünya gündəmini zəbt edən mövzulardan biri də Rusiya-Ukrayna müharibəsidir. Bu mövzudur və Vladimir Zelenskinin açıqlamasına görə yaxın günlərdə, yanvar ayı ərzində Fransa paytaxtı Parisdə onun və Birləşmiş Ştatlar rəsmiləri arasında növbəti görüş keçiriləcək və bu görüş əsnasında əsas mövzu Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsidir. Qərb nəşrlərinin məlumatına görə bu mövzu hələ də Ukrayna üçün açıq qalmaqdadır. Məndən isə bu saatlıq və bu günlük bu qədər. Təşəkkürlər Süleyman. Hörmətli izləyicilər, xəbərin zamanını izləyirdiniz. İndi isə qısa araya keçid edirik.